Salam gənclər, riyaziyyat imtahanlarına hazırlaşan hər bir kəs üçün yeni bir video seriyasına start veririk. Bugündən etibarən hər il keçmiş illəri nəzərdə tuturam. Keçmiş illərdə riyaziyyat imtahanlarında qarşılaşdığımız riyaziyyat suallarını tam izahlı şəkildə təhlil edəcəyik. İlk olaraq 2025-ci ilin birinci variantından başlayaq. Bunu da qeyd edim ki, yaxın gələcəkdə həmin bu sualları həmçinin gürcü dilində təhlil edəcəyik. Birinci sual çox sadədir. Sadəcə burada baxmalıyıq. 1 tam 5-də 3-dən çıxırıq 2 tam 10-da 2-ni. Mötərizəni həll etdikdən sonra isə 3 tam 3-də 1-ə vururuq. Gəlin yazaq. 1 tam 5-də 3-ü qarışıq kəsir verib, düzgün olmayan kəsirə çevirək, 5-i 1-ə vururuq, üzərinə 3 artırırıq. 8 bölünsün 5. Bundan isə çıxırıq 2 tam 10-da 2-ni. Bunu da kəsirə çevirsək, 22 bölünsün 10 edir. Təbii ki, bunu da 2-yə ixtisar edirik. 11 bölünsün 5. 5-də 8-dən çıxırıq 5-də 11-i. Bu da etdi -5-də 3. Sonra isə 3 tam 3-də 1-ə vurmalıyıq. Bu vurma olduğu üçün -5-də 3-ü 3 tam 3-də 1-ə vururuq. Vurma olduğu üçün 3 tam 3-də 1-i düzgün olmayan kəsirə çevirək. 3 dəfə 3 9, üzərinə də 1 artırırıq 10. 10 bölünsün 3. Bunu vurduq 10 bölünsün 3-ə. 3-ləri ixtisar edək. -10-u da 5-ə böldüyümüz zaman -2. Cavab oldu -2. Keçək növbəti suala. Sualın şərti belədir. 4-ə və 7-yə böldükdə qalıqda 3 alınan ən kiçik 3 rəqəmli ədədi tapın. Gəlin baxaq. 4-ə və 7-yə böldükdə qalıqda 3 alınsın. Burada siz bu variantların hər birini həm 4-ə, həm 7-yə bölməlisiniz. İkisində də qalıq 3 olmalıdır. Birbaşa cavabı göstərim B variantıdır. 115-i biz əgər həm 4-ə, həm də 7-yə bölsək, 115 bölünsün 4-ə, həmçinin 115 bölünsün 5-i daha düzgün yazım. 115 bölünsün 7. Burada da deməli 2, 8, 11-dən 8 çıxırıq. 3, 35-i də 4-ə bölürük. 8, 32, qalıq oldu 3. Həmçinin burada da bir dəfə 7, 11-dən 7 çıxdıq 4, 45-i də 7-yə böldük 6, 42, qalıq yenə oldu 3. Deməli, cavab 110, 115-dir. Keçək 3-cü suala. Üçüncü sualın şərti belədir. Saatın qiyməti əvvəlcə 20% artırıldı, sonra isə 20% azaldıldı və qiymət 96 lari oldu. Saatın ilkin qiymətini tapın. Bunu müxtəlif yollarla yazmaq olar. Misal üçün deyə bilərsiniz, saatın ilkin qiyməti X olsun, sonra qiyməti 20% artıraq. Bu formada da yaza bilərsiniz və ya birbaşa 100% üzərindən də gedə bilərsiniz. 100% olaraq götürüb, misal üçün tam qiyməti 100% götürdüm, 20% artdı, 100-ün 20% 20 olduğuna görə üzərinə birbaşa yenə faiz olaraq götürün bunu, 120 yazın. Sonra da 20% azaldı. 120-nin 20% nə edir? 120-nin 20%-ni müəyyən etmək üçün 120-ni 20-yə vurub 100-ə bölürük. Bu da 24 etdi. Və 120-dən 24 çıxsaq, bu da oldu 96 və faiz olaraq götürək. Deyək ki, 96% 96 laridir. Və x ilə də yaza bilərdiniz. X-in 20%-ni artırıb, sonra geri aldığınız məchulun 20%-ni yenə çıxırsınız. Sonra ona 96 deyirsiniz. O cür də yazmaq olardı. Buna 96 lari deyirsiniz. O zaman 100%'imiz da 100 laridir. Yəni cavab oldu B. Misal üçün ikinci yolda göstərim. X-in 20%-i 0.2x,
Bu etdi 1,2x. Sonra 1,2x-dən siz çıxırsınız 1,2-nin 20%-ni. 1,2-yi 20-yə vurub 100-ə bölürsünüz. Bu da edir -0,24x. Və oldu 0,96x. Və bu 90, 0,96x 96'lar idisə x'i tapmaq üçün biz 96-nı bölürük 0,96-ya və bu da yenə edir 100. Hər ehtimalda cavab oldu 100. Keçək növbəti suala. Dördüncü sualın şərti isə bu cürdür. Üçbucağın bucaqları bir-biri ilə 1 bölünsün 3 bölünsün 5 nisbətindədir. Üçbucağın ən kiçik bucağının dərəcə ölçüsünü tapın. Çox sadə sualdır. Bir üçbucaq çəksək, misal üçün, desək ki, misal üçün bir üçbucaq çəkdim. 1 bölünsün 3 bölünsün 5 nisbətində bucaqlar. Yəni bura alfadır və ya x-dir. Biri 3x olsun, biri də 5x olsun. Şəkil olaraq tam düz deyil üçbucaq. Çünki bucaqları ən böyüyü 5x-dir. Böyük bucağın qarşısındakı tərəf də maksimum ən böyük olmalıdır. Bu arada bunu da qeyd edək. Ən kiçiyin qarşısındakı tərəf də ən kiçik olmalıdır. Burada bunların cəmi 9x bərabərdir 180-ə. Çünki bir üçbucağın daxili bucaqlarının cəmi 180-dir. Bunu da yenə hansı düsturla müəyyən edirik? 180 vurulsun n-2 düsturu ilə. N burada bucaqların sayı deməkdir. 3 bucaqdır. 3-dən 2 çıxırıq. 1, biri də 180-ə vururuq. 180. Daha detallı şəkildə göstərdim. X bərabərdir 180-i 9-a bölürük 20. Deməli, ən kiçik bucağı istəyir 20, ən böyük istəsə 100 olardı. Təbii ki, şəkil bu cür olmazdı. Bu kör bucaqlı bir üçbucaq olur. Deyək ki, belə olardı şəkil hardasa. Təxmini belə bir şey. Aha. Bunu kiçik çəkmək lazımdır. Belə. İndi tam oldu. X bu olsun 5x, bu da 3x. Aha, bu oldu 20 dərəcə, bu da 100 dərəcə. Bizdən hansını istəyir? Ən kiçik istəyir. O zaman cavab 20-dir. Davam edək 5-ci suala. 5-ci sual. Maraqlı sualdır. Sualın şərti bu cürdür. 0,5 metr radiuslu dairə formasında açılıb bağlanan masanı açdıqda iki yarım dairə formasında hissənin arasında düzbucaqlı formasında bir hissə yerləşdirilir. Şəkildə də görürsünüz. Bu düzbucaqlının diaqonalının uzunluğu kök altında 5'dir. Misal üçün, buradan bura bir diaqonal çəksək, bu kök altında 5'ə bərabərdir. Bu formada yazaq. Açılmış masanın sahəsini tapın. Bütün sahəni istəyir. Və radiusunda uzunluğunu 0,5 verib. Dairənin radiusu. Bu yarım dairədir. Radiusu da bu parçanı götürürük. 0,5 yazaq. Deməli, bu yarım dairədir. Bu ikisini biz birləşdirsək, bir bütövlükdə dairə olur. Və bunun sahəsi nədir? S bərabərdir pi r-in kvadratına. Radius da 0,5'dir. 0,5. Yazaq 0,5'in kvadratı bir də pi. Bu oldu 0,25 pi. Bu ikisinin sahələrinin cəmini tapdıq. İndi gələk düzbucaqlıya. Düzbucaqlının sahəsini necə müəyyən edirik? Baxın, burası 0,5'dir, radiusdur. Bu da 0,5'dir, radiusdur. Onda diametr 1'dir. Və diametr bizim bu düzbucaqlının enidir. Bu tərəf isə uzundur. Biz uzunluğu bilmirik. Sadəcə bilirik ki, n 1'dir. Bir də bilirik ki, əgər biz bunu düzbucaqlı üçbucaq formasına salsaq, bilirik ki, burada diaqonal hipotenuzdur. Bu isə oldu bizim katet. Deyək ki, A katet olsun. A katetini müəyyən etmək üçün biz yazırıq. A bərabərdir. Kökün altında hipotenuzun kvadratı təbii ki.
mənfi diğer katetin kvadratı. Bu da bərabərdir. Kök altında e, kök 5'in kvadratından elə 5 çıxır. Çünki bu kvadratla kök gedir. Mənfi 1'in kvadratı 1. Bu da oldu kök 4. Kök altında 4'dən də 2 çıxır. Deməli bizim burada uzunluğumuz oldu 2. Sahəni də müəyyən etmək üçün uzunu vururuq n-ə. Yəni 2. Cavab nə oldu? 2 toplansın 0,25 pi-yə. Əgər belə bir cavab görməsək, biz baxırıq burada kəsirlidir cavab. Deməli 0,25-i kəsrə çevirib, adi kəsrə 25 bölünsün 100. Çünki burada vergüldən sonra 2 ədəd var, 100 yazdım. Bunu da 25-ə ixtisar etsək 4-də 1 edir. Yəni 2 toplansın 4-də 1 pi. Pi də 1-ə vururuq. Pi bölünsün 4 metr kvadrat. 2 toplansın pi bölünsün 4 metr kvadrat cavab oldu D variantı. Keçək növbəti suala. 6-cı sualda isə bizə 2 üstü A-nın cavabını verib deyir A-nı tapın. A nəyə bərabərdir? Gəlin burada belə deyək, sadələşdirək. Bu formada yazaq. İlk öncə baxın bu 3 bölünsün 2 ilə bu 3'ü götürək. Yazaq ki, gəlin bunu tam köçürüm, aydın olsun. Belə böyük yazın. 2, burada da 2, burada da 3 yazırıq. Baxın, əslində bizim belə bir düsturumuz var. Misal üçün kök altında bura A, burada n olsun, burada da n. Bu nəyə bərabərdir? A üstündə n bölünsün m. İndi biz baxın bunu buna bölürük. Və kök aradan ləğv olur. Yazırıq. Aşağıdan yazın. Kök qalıqdı. 2 kök altında 2, burada 3-cü dərəcə. Bunu mötərəzəyə alırıq və 3 bölünsün 2'yi 3'ə bölürük. Yəni 3 bölünsün 2 bölünsün 3-cü dərəcədən yazırıq. Burada 3'lər ixtisar olur. Cavab etdi 2'də 1. Yəni bu bərabərdir 2 kök altında. Gəlin bu kökü də ləğv edək artıq. Burada görünməyən 1 var. Yazaq 2 vurulsun 2 üstə dərəcə olaraq, qüvvət olaraq 1 bölünsün 3. Bunu da mötərəzəyə alaq və yenə 2'də 1 yazaq. Burada görünməyən 1 var. Əsaslar eyni olanda vurma zamanı dərəcələr toplanır. N toplansın M olaraq yazılır. İndi burada da əsaslar eynidir, 2'dir. Üstləri toplayırıq. 1 toplansın 3'də 1. 1'i 3'də 3 götürək, çünki məxrəc 3'dür. Toplansın 3'də 1. Cavab oldu 3'də 4. 2 üstü 3'də 4. 1 də 2'də 1. Və yenə bir düstur. A üstü n mötərizədə bir də m-dirsə, o zaman biz bu dərəcələri bir-birinə vururuq. N vurulsun n. Yəni 2 üstü 4 bölünsün 3 vuraq 2'də 1'ə. 2 ilə 4 ixtisar oldu. Burada 1, burada 2. Cavab oldu 2 üstü 2 bölünsün 3. Yəni 2 üstü A bərabərdir 2 üstü 2 bölünsün 3'ə. Əsaslar eynidir. O zaman A nəyə bərabərdir? 2 bölünsün 3'ə. Cavabımız varmı? Bəli. Keçək növbəti suala. 7-ci sualda bizə baxın bunların cavablarını verib. Bunu istəyir. Bunu necə müəyyən edək? Gəlin deyək, misal üçün, burada kök altında A-nı yazaq, 4-cü dərəcəni qeyd edək. Gəlin buna x deyək. Buna isə y deyək. Və yazaq, x toplansın y
qeyd edək ki, x toplansın y bərabərdir 3-ə. Diqqət edin, burada 4-cü dərəcədir, burada. Burada bir şey yazılmadığına görə 2-dir. Yəni, bu a üstü 4-də 1-dir. Bu isə a üstü 2-də 1-dir. Bu cürdür. Əgər biz 4-də 1-ə x yazdıqsa, 2-də 1 əslində x-in kvadratı olmalıdır. Çünki mən bunu kvadrata yüksəltsəm, bu elə a üstü 2-də 1 deməkdir. Ona görə də x-in kvadratı olaraq yazdım. X-in kvadratından da y-in kvadratını çıxsaq, cavab 2 edir. Çünki bunun əvəzinə, baxın, bunun əvəzinə x-in kvadratını yazdım. Bunun əvəzinə də y-in kvadratını yazdım. İndi gəlin bunu müxtəsər vurma düsturu ilə açaq. Bu aşağıda qeyd etdiyimi. Yazaq x mənfi y, bir də x müsbət y bərabərdir 2-yə. Biz də yuxarıda artıq qeyd etmişik. X müsbət y nəyə bərabərdir? 3-ə. Burada x müsbət y-in yerinə 3 yazırıq. Burada vurmadı ortada. Və x mənfi y bərabərdir 2-yə. O zaman x mənfi y nəyə bərabərdir? 2 bölünsün 3-ə. Bizdən isə baxın bunu istəyir. Yəni y mənfi x istəyir. Baxın sual budur. Əgər x mənfi y 2 bölünsün 3-dürsə, bunların yerini dəyişsək, cavab olur mənfi 2 bölünsün 3. Çünki x müsbətə çevrilir, x mənfiyə çevrilir. Y də, baxın, burada x müsbətdir, burada x mənfiyə çevrildi. Y burada mənfidir, müsbətə çevrildi. Ona görə cavab oldu mənfi 2 bölünsün 3 A variantı. Baxaq görək 8-ci sualda nə deyir? Misal üçün y bərabərdir kx plus b düz xəttinin k əmsalını deyir. Tapın, əgər məlumdursa, düz xətt üzrə hərəkət edən nöqtənin apsisi 2 vahid artdıqda, onun ordinatı 3 vahid azalır. Gəlin daha aydın şəkildə bunun şəklini çəkək, tam aydın olsun. Deyək ki, x və y. Üfüqi dəyişmə ilə şəquli dəyişmə göstərəcəyim. Baxın, burada deyək ki, misal üçün x olsun 1, y olsun 4. Misal üçün x olsun 1, y olsun 4. Nöqtəmiz hara düşür? Bura. İndi diqqət edin, mənə deyir ki, sualda absis 2 vahid artdı. Yəni 3 oldu. Ordinat isə 3 vahid azaldı. 4-dən 3 çıxsaq 1 edir. Olsun 1. Nöqtə gəldi buraya. Yəni biz azaltdıqca bu mənfiyə doğru gedəcək. Digəri isə x-də müsbətə doğru gedəcək. O zaman biz bunu, baxın necə göstəririk şəkildə də, baxın bu cür olur. Diqqət edin. Bu cür. Belə. Nöqtələri tam çəkin. Və cavabı belə götürürük. Biz bilirik ki, ümumiyyətlə, şərtə əsasən, həllində bunu deyə bilərəm ilk öncə ki, düz xəttin tənliyindəki k əmsalı düz xəttin
bucaq əmsalıdır. Və o ordinatın dəyişməsinin absisin dəyişməsinə olan nisbətidir. Yəni bunu yazı şəklində göstərsək, k bərabərdir ordinat bölünsün absis. Bizə ki bunu verib, y bərabərdir kx toplansın b. K bərabərdir ordinat bölünsün absis. Ordinatımız neçə vahid azalır? -3. Yəni 3 vahid azalır, -3 yazıram. Digər isə absisdə 2 vahid artır, -2. Və cavab oldu -3 bölünsün 2. B variantı. 9-cu sualda deyilir ki, y bərabərdir kx toplansın 1 bölünsün k funksiyasının qrafiki o xy düzbucaqlı koordinat sisteminin absis və ordinat oxlarını uyğun olaraq A və B nöqtələrində kəsir. A və B nöqtələrində kəsir. Əgər bucaq BAO 30 dərəcədirsə, o zaman A nöqtəsinin koordinatlarını tapın. Baxın, bunu istəyir. A nöqtəsinin koordinatlarını. Biz həllə başlamadan öncə ilk öncə bir şeyə diqqət edək ki, B nöqtəsi, yəni bu B nöqtəsi Y oxunun üzərində absis 0-a bərabərdir. Baxın, bura 0-dır. O zaman mən B nöqtəsinin koordinatlarını qeyd edəndə x-in əvəzinə 0 yazıram. Y isə bilmirik. Y yazım bura. Yəni B-nin koordinatları 0 ilə y-dir. Eynisi də bura aiddir. A-nın burada ordinatı 0-dır. Qeyd edək, x və 0. Yəni y-imiz 0-dır. Burada da x-imiz 0-dır. İndi gəlin belə edək. Deyək ki, y bərabərdir kx toplansın 1 bölünsün k. İlk öncə buradan başladıq. X-in yerinə nə yazdıq? 0. Çünki bura 0-dır. X-imiz oldu 0. Yazaq. Əgər x 0-dırsa, o zaman y bərabərdir 0 k-ya vururuq olur 0. Y bərabərdir 1 bölünsün k-ya. Deməli bizim, baxın, bura oldu 1 bölünsün k. Yazaq. 1 bölünsün k. Və BO parçasına biz deyə bilərik 1 bölünsün k. İndi gələk digər tərəfə. Digər tərəfdə nə görürük? Yenə y bərabərdir kx toplansın 1 bölünsün k. Buradan biz nə göstəririk? Y-imiz 0-dır. Yazırıq ki, y bərabərdir 0-a. O zaman bu düsturun əvəzində, yəni y-in yerinə yazırıq 0 bərabərdir kx toplansın 1 bölünsün k. Və biz belə də yaza bilərik. Bu kx-i saxlayırıq. Kx bərabərdir 1 bölünsün k, digər tərəfi mənfi ilə keçirək. -1 bölünsün k. Çünki biz x-i müəyyən edəsirik. Və x bərabərdir -1 bölünsün k. Bunu ayırım buradan. -1 bölünsün k bölünsün k. Və x bərabərdir -1 bölünsün k-nın kvadratına. X-i də müəyyən etdik. Yəni, baxın, bu nöqtəni müəyyən etdik. -1 bölünsün k-nın kvadratı. Və biz buradan artıq müəyyən etdik ki,
AO parçası AO parçası təbii ki, məsafədə artıq mənfi yazmırıq. 1 bölünsün k-nın kvadratıdır. İndi baxın, bizim bildiyimiz nə var? BAO parçası 30 dərəcədir. Yəni baxın, bura 30 dərəcədir. Bura 30 dərəcədir. Bir də biz nə bilirik? Kasetləri bilirik. Bu oldu 1 bölünsün k, bu da oldu 1 bölünsün k-nın kvadratı. Kasetləri biliriksə, biz nə yazırıq? Yazırıq tangens alfa, düsturu yadımıza salaq. Nəyə bərabərdir? Qarşıdakı kaset, yəni BO bölünsün yandakı kasetə. Yəni bucağın, alfa bucağının 30 dərəcənin qarşısındakı kasetinin yandakı kasetə nisbəti, AO-ya nisbəti. Bunu unutmuruq. Burada bir də digərlərini yadımıza salaq. Misal üçün sinus lazım ola bilər. Sinus alfa bərabərdir qarşıdakı kasetin, burada qarşıdakı kaset nədir? BO bölünsün qarşıdakı kasetin hipotenuza nisbəti AB. Bunları da qeyd edin. Bir də kosinus alfayı yazaq. Yandakı kasetin, yəni AO yandakı kasetin hipotenuza nisbəti. Yenə AB-yə nisbəti. Kotangens də tangensin əksidir. Yəni, yaxşı. İndi baxaq. BO nə idi? 1 bölünsün K. AO nə idi? 1 bölünsün K-nın kvadratı. K ilə kvadrat getdi. Cavab nə elədi? Sadəcə K. Burada 1 qaldı. Burada da 1 bölünsün K. 1 bölünsün K da edir. K müsbət bölmə vurmaya çevrilir. K yuxarı qalxır. Məxrəclə surət yeri dəyişir. Cavab olur K. İndi baxaq biz nəyə? Bizə lazımdır 30 dərəcə. Tangens 30 dərəcə. Tangens 30 dərəcə bərabərdir. 1 bölünsün kök 3-ə və ya kök 3 bölünsün 3-ə də yaza bilərsiniz. Gəlin yazaq 1 bölünsün kök 3 və ya belə də yaza bilərsiniz. Kök 3 bölünsün 3. Bu bizim K'dır. K'nın cavabını tapdıq. Kök 3 bölünsün 3. Bizə də nəyi müəyyən etmək lazım idi? A nöqtəsinin x koordinatını müəyyən etmək lazım idi. A nöqtəsinin də x koordinatı nədir? Mənfi 1 bölünsün K'nın kvadratı. Biz də dedik ki, K tangens alfadır. Yəni K kök 3 bölünsün 3'dür. İndi mən burada K'nın əvəzinə yazıram. Mənfi 1 bölünsün. K'nın əvəzinə yazıram. Mənfi 3 bölünsün 3'ün kvadratı. Bu da nə edir? Mənfi 1 bölünsün kvadrat. Təbii ki, biz bilirik ki, A bölünsün B-nin üstündə burada dərəcə n-dirsə, bu n həm A-ya aiddir, həm B-yə. Ona görə də kvadrat həm kök 3-ə aiddir. Kök 3-ün kvadratı nə edir? Sadəcə 3. 3'ün kvadratı nə edir? 9. Və bu bərabərdir. Yer dəyişəcək. Təbii ki, 1 bölünsün 3 bölünsün 9 olduğuna görə 9 yuxarı qalxır. 3 aşağı düşür. 9'u 1 ilə vururuq 9 edir. Və cavab oldu mənfi 3. O zaman A nöqtəsinin koordinatları nə oldu? Mənfi 3 ilə 0. Cavab D variantı. Keçək növbəti suala. Çox maraqlı sual idi bu. 10-cu sualda bizdən nə soruşur? Deyir ki, modulda x-2 bərabərdir 2 minus x tənliyinin həllər çoxluğunu tapın. Gəlin müəyyən edək. Biz ilk öncə buna baxaq ki, modulun mütləq qiymətinin əsas tərifi
Bizə nə deyir? Hər hansı bir A ifadəsi üçün, misal üçün modul A, rəngi dəyişək, yazaq modul A bərabərdir. Bunu qeyd edək. Misal üçün A böyükdür, bərabərdir sıfıra modulun içərisində və ya mənfi A yazırıqsa, A kiçikdir sıfırdan. Və biz burada bunu qeyd edək ki, x mənfi 2 modulun daxilində verdiyi kimi sualda 2 minus x2 yazıb, bu modulun tam əksidir. Yəni 2 mənfi x bərabərdir 2 mənfi x bərabərdir mənfi x minus 2-yə. Belə də yaza bilərik. Çünki mən mənfi ilə x-i vursam, bu edir mənfi x, mənfi ilə mənfi 2-yi vursam, bu edir müsbət 2. Və biz buradan artıq müəyyən edə bilərik ki, x mənfi 2 modulda bərabərdir mənfi 2 mənfi 2 deyirəm, mənfi x dəqiqə, mənfi x minus 2-yə. Bu eyni şeydir. İndi davam edək. Modulun tərifinə əsasən bir ifadə moduldan özünün əksi olaraq çıxırsa, yəni qarşısında mənfi, deməli həmin ifadə nə oldu? Kiçikdir, bərabərdir 0 yazaq. Yəni ya mənfidir, ya da 0-dır. Buna görə də biz deyirik ki, x mənfi 2 kiçikdir, bərabərdir 0-a. Çünki qarşısında işarəyi mənfi yazmışıq. Və x də kiçikdir, bərabərdir. Bu mənfi 2 bura müsbətlə keçir. Müsbət 2-yə. Və x kiçikdir, bərabərdir 2-dən. Bunu da necə göstərə bilərik? Təbii ki, bu daxildir, çünki altında bərabər işarəsi var. 2 yazırıq. X kiçikdir dediyinə görə bu tərəfə gəlir. Və cavab olur mənfi sonsuzluqdan müsbət 2-yə qədər və 2 də daxildir. Cavab budur. Baxın, diqqət edin, A ilə B bənzir. Burada səhv etməyin. 2 daxildir, ona görə mötərizə kvadratdır. Burada isə mötərizə normaldır, bu daxil deyil deməkdir. Yəni bunu cavab götürmürük, B variantı cavab götürürük. Növbəti suala keçək. Baxaq 11-ci suala, bu da çox maraqlı sualdır. 10 bucaqlının daxilində çəkilmiş dairənin radiusu 3-dür. Bizə bir 10 bucaqlı lazımdır. Gətirin birinci bir dairə çəkək. Şəkildə tam aydın göstərim sizə. Bir dairə çəkək. Və təxmini bir 10 bucaqlı düzəldək. Misal üçün bu formada bir çəkək təxmini 4, 5, 6, 7, 8, belə bir 10 bucaqlı düzəldək təxmini. Təbii ki, bütün tərəflər bir-birinə bərabərdir, şəkildə tam oxşamasa da. Gətirin bu tərəf ən ideal bura alındı. Gətirin bunu götürək, bura A yazaq və bütün tərəflər bir-birinə bərabərdir. Bizdən nə istəyir? Bütün 10 bucaqlının perimetrini müəyyən etməliyik biz. Bir tərəf A olduğuna görə perimetr nə olur? 10A. Yəni bunu müəyyən etməliyik, 10A-nı. Bizə deyir ki, bu 10 bucaqlının daxilinə çəkilmiş dairənin radiusu 3-dür. Bir dənə mərkəzi götürək burada. Bura olsun mərkəz. Və bir neçə gəlin belə elək. 10 bucaqlının təpələri ilə birləşdirək bunları. Belə bir 3 bucaq düzəldək.
Mənə radius deyir. Radius haradır? Buradır. Və burada radius mütləq 90 dərəcə düzəltməlidir. 90 dərəcə. Və bu bərabər yanlı olduğuna görə üçbucaq. Çünki bu təpələrlə birləşdirdik mərkəz nöqtəsini. Bərabər yanlı üçbucaq olduğuna görə mən bilirəm ki, hündürlük həmçinin nədir? Mediandır. Yəni bura oldu, baxın bu parça oldu. A bölünsün 2. Eyni də bu parça oldu. A bölünsün 2. Bu da təmiz 360 dərəcədir. Ancaq 10 bucaqlı olduğuna görə bu bucağı müəyyən etmək üçün 360-ı 10-a bölürük. 36 dərəcə. Mənə isə burada lazım olan baxın budur. Ancaq bu bucaqdır. Biz də bilirik ki, bir üçbucaq bərabər yanlıdırsa, oradakı hündürlük həm mediandır, həm də tən böləndir. Onda bu 36 bütün olduğuna görə ancaq bu bucaq nə olur? 36 bölünsün 2, 18 dərəcə. 18 dərəcəni də biz pi bölünsün 10 yaza bilərik. Çünki pi 180 dərəcədir. 180 bölünsün 10 şəklində yaza bilərik. 18 dərəcəni. Bunu da bu cür qeyd edək. Sonra nəyə baxırıq? Baxın, bu dərəcə 18 dərəcədir. Radiusumuz 3'dür. Radiusumuz 3'dür. Baxın, bu parça da A bölünsün 2'dir. Bundan bir öncəki sualda yazmışdıq. Bu bucağı müəyyən etmək üçün nəyə baxırıq? Qarşıdakı katet və yandakı katet. Çünki bunları bilirik biz ancaq. Yenə tangens alfadan istifadə edəcəyik. Yəni tangens pi bölünsün 10 bərabərdir. Qarşıdakı katet belə yazaq. Qarşıdakı katet bölünsün yandakı katetə. Yəni 3'ə. A bölünsün 2 bölünsün 3. Bu dedir A bölünsün 6. A bölünsün 6. Yəni tangens pi bölünsün 10 bərabərdir A bölünsün 6. Mənə də 10 A lazımdır. Sualımız perimetrdir. O zaman A-nı müəyyən edəsiyik. A-nı necə müəyyən edirik? Bunun altında 1 var. Çarpaz. A bərabərdir 6 vurulsun tangens pi bölünsün 10'a. Bizdən də perimetr istəyir. Perimetr də 10 adır. Yəni perimetr bərabərdir 10 vurulsun 6 tangens pi bölünsün 10'a. 10 dəfə də 6'ın 60 tangens pi bölünsün 10. Cavab A variantıdır. Keçək növbəti suala. 12-ci sual. 7,2 kiloqram kütləli ərinti 3 metalın birgə əridilməsi nəticəsində alınmışdır. 3 yazaq. 1, 2 və 3. Metalların kütlələrinin paylanmasında dairəvi diaqramda ikinci metalın uyğun sektorunun mərkəzi bucağının qiyməti birinci metalın uyğun sektorunun mərkəzi bucağından 5 dərəcə çoxdur. Misal üçün, ikinci əgər x-dirsə, birinci x mənfi 5'dir. Üçüncü metalın uyğun sektorunun mərkəzi bucağının qiymətindən isə 35 dərəcə azdır. İkincidir. 3'dən 35 azdır, o zaman 3 2'dən 35 dərəcə çoxdur. Dairəvi diaqram dediyinə görə bunların hamısının cəmi 360 dərəcə olmalıdır.
O zaman biz yazaq 3x toplansın 30 bərabərdir 360 dərəcəyə. Və 3x də bərabərdir 330-a. X də bərabərdir 110-a. Bizdən nə istəyir? Bu ərintidəki ikinci metalın kütləsini tapın. İkinci metalın kütləsini tapın. Bunu istəyir. Biz belə yazaq. 360 dərəcə, yəni bütün hamısı bir yerdə 7,2 kiloqramdır. Yazaq. 360 dərəcə 7,2 kiloqramdır. Bizdən isə ikinci istəyir. İkinciyi x-i tapmışıq 110 dərəcə. Buna da yazaq m kiloqram. M bərabərdir 110 çarpaz edirik. Düz mütənasibdir. Vurulsun 7,2-yə bölünsün 360-a. Bu da edir 2,2 kiloqram. Cavab oldu B variantı. Keçək növbəti suala. Bu çox sadə sual idi. Piramidanın və prizmanın bərabər təpələri var. Neçə tili var piramidanın? Əgər onun tərəfi 5 qədər çoxdur prizmanın tərəfindən. Yəni, belə yazaq. Deyək ki, N1 olsun piramidanın bucaqlarının sayı. N1 olsun piramidanın bucaqlarının sayı. Bucaqlarının sayı. N2 olsun prizmanın bucaqlarının sayı. Bucaqlarının sayı. Yazaq. N1 toplansın 1 bərabərdir 2N-ə. N1 toplansın 1 bərabərdir 2N2-yə. Çünki bizə deyir ki, piramidanın və prizmanın bərabər şəkildə təpələri var. Biz də bilirik ki, piramidanın təpə düsturu n toplayaq 1-dir. Tərəf düsturu da n toplayaq 1-dir. Ancaq til düsturu 2n-dir. Bu piramidanındır. Prizmanın isə til düsturu 3n-dir. Təpə düsturu 2n-dir. Tərəf düsturu n plus 2-dir. İndi bizə deyir ki, piramidanın və prizmanın sferoiddir, yəni təpələri bir-birinə bərabərdir. 2n-dən n plus 1. Yazaq, n1 plus 1 bərabərdir 2n2-yə. Və biz buradan sonra davamını oxuyaq. n1 plus 1 bərabərdir n2 toplansın 2 toplansın 5-ə. Bunu niyə belə yazdım? Neçə tili var? Neçə tili var piramidanın? Neçə tili var piramidanın? Əgər onun tərəfləri 5 qədər çoxdur prizmanın tərəflərindən. Tərəf düsturu da n1 plus 1 yazdıq piramidaya. Prizmaya da n plus 2-dir. Sadəcə bura niyə 2 yazdım? Çünki prizmanın bucaqlarının sayına n2 yazmışıq ona görə. n2 plus 2-dən 5 qədər çoxdur. Bərabər olması üçün üstünə nə artırasıyam? 5 artırasıyam. Və mən buradan müəyyən etdim ki, birinci buna baxaq, sonra buna. Birincidən müəyyən etdim ki, 2n2 minus n1 bərabərdir 1-ə. Çünki bunu bu tərəfə mənfi ilə atlatdıq. Bir də bura baxaq. n1 minus n2 bərabərdir. Bu 7-dir. 1-i də digər tərəfə mənfi 1 olaraq 7 mənfi 1, 6. Aha. Bunlar 7, alt-alta toplayırıq. İkisi də mənfi olduğuna görə 7, alt-alta topladığımız zaman. Buna da bunu çıxırıq. Sadəcə n2 qalır. Bərabərdir 7-yə. Alt-alta topladıq.
Və biz nəyi müəyyən etdik? Prizmanın 7 bucağı var. Bizə də deyir ki, neçə tili var piramidanın. Ibo-Akstir piramidası. Neçə tili var piramidanın? İndi biz nəyə baxaq? Biz n2-yi müəyyən etdik 7. Əgər n2 7-dirsə, n1 13-dür. Piramidanın da til düsturu 2n-dir. 2n1 yazırıq və 13-dən 2-yi vururuq nəyə? 13-ə. Bu da neçə elədi? 26. Cavab oldu 26. 14-cü suala baxaq. Gəlin görək sualda bizə nə deyir ilk öncə. O, x, y koordinat müstəvisində OABS paralelogramı verilib. Bu paralelogramın bucaq AOS bucağının dərəcə ölçüsü 60 dərəcədir. B təpə nöqtəsinin koordinatları isə 4 ilə 2-dir. Əgər C nöqtəsinin ordinatının 0-a bərabər olduğu məlumdursa, C nöqtəsinin ordinatı 0-dır. C nöqtəsinin absisini tapın. Gəlin ilk öncə şəklini çəkək bunun. Vizual olaraq quraq. Sonra x, y. B təpə nöqtəsinin koordinatı 4 ilə 2-dir. Deyək ki, bu olsun 4, bu olsun 2. Bu cür. Bu da olsun bizim B təpə nöqtəmiz. Məsələni tam anlamaq üçün gəlin ilk öncə bu koordinat sistemindəki yerini təyin edək hamısının. İlk öncə buna baxaq. O nöqtəsi. Paraleloqram OABS adlandığı və başlanğıc O hərfi ilə işarə edildiyi üçün gəlin koordinat başlanğıcını belə götürəyim. Baxın bu cür. O olsun 0 ilə 0. 0 ilə 0. Bir də bizim 60 dərəcəyi bilirik. AOS bucağı 60 dərəcədir. O zaman biz təxmini bunu belə çəkək. Bu formada. Birləşdirək. Belə bir paraleloqram düzəldək. Bu da olsun bizim B nöqtəmiz. Bu olsun A nöqtəsi, B nöqtəsi və C nöqtəsi. C nöqtəsi. Bizim şərtdə nə deyilir C haqqında? C nöqtəsinin ordinatı 0-dır. Yəni y 0-dır. Burada yazaq. X-i bilmirik. Y hələlik belə yazaq. Y 0-dır. Deməli, C nöqtəsi tam olaraq X oxunun üzərində yerləşir. Belə yazaq. Bu C nöqtəsi görürsün tam olaraq X oxunun üzərindədir. Bu 4 ilə qarışdırmayaq. 4-ü buradan silim. 4 koordinatdır. Buraya yazaq 4. Aha. Sonra bucaq AOS 60 dərəcədir. O nöqtəsi də mərkəzdədir. C isə X oxundadır. Deməli, paraleloqramın OA tərəfi X oxu ilə, baxın, OA tərəfi X oxu ilə 60 dərəcəlik bucaq əmələ gətirir. Buraya yazaq 60 dərəcə. İndi nəyə baxırıq? Vektorların xassəsindən istifadə edirik
Və biz bilirik ki, paralelogramın qarşı tərəfləri bir-birinə həm paraleldir, həm də bərabərdir. Buna görə də vektor olaraq biz nə yaza bilərik? Baxın, OA parçası bərabərdir CB parçasına. Bu parça ilə bu parça bir-birinə bərabərdir. İndi A nöqtəsinin koordinatlarını göstərək. A nöqtəsinin koordinatları gəlin olsun XA, bir də YA. Bu cür yazaq. Və buradan OA vektorunu müəyyən edək. OA vektoru nəyə bərabərdir? OA vektoru bərabərdir. Belə götürək. Başlanğıc nöqtəsinin koordinatlarından digər bu aşağıdakı nöqtənin koordinatlarını çıxaq. Yəni A'nın koordinatlarından çıxırıq. O'nun koordinatlarını. Yəni 0-dan 0-a. O zaman burada elə cavab nə elədi? X ilə Y. Bu bizim OA vektorudur. Yəni budur. İndi baxaq CB-yə. CB də əslində eyni olmalıdır. Çünki parçalar da bir-birinə həm bərabərdir, həm də paraleldir. CB-də də biz nə bilirik? CB-ni müəyyən etmək üçün biz yazaq. CB bərabərdir. CB vektoru bərabərdir. B-nin koordinatları, yəni B-nin koordinatları 4 ilə 2-dir. 4 ilə 2 mənfi C-nin koordinatları X ilə 0 yazaq. Bu da nə oldu? 4 mənfi XC, bundan bunu çıxırıq. Bir də 2 mənfi 0, yəni 0. Bu da oldu aşağının cavabı. Və bunlar vektorların bərabərliyindən biz artıq nə başa düşürük? İlk öncə bunu qeyd edim ki, biz bilirik ki, YK 2-dir, yəni bu 2-dir. Biz başa düşdük ki, baxın, bununla bu bir-birinə bərabərdir. Yəni, XA, burada yazaq, koordinatlar bərabərdir 4 mənfi XC və YK da bərabərdir 2-yə. Bərabərdir 2-yə. Və mən buradan XC ki bizdən istəyir. XC-nin nəyə bərabər olduğunu yazsam, yazıram ki, XC bərabərdir 4 mənfi XA. Yəni burada bizim cavabımız olur 4 mənfi XA. Bizdən də elə bunu istəyir əslində. Amma biz indi bunu hesablayıb o cür tapmalıyıq. Biz bilirik ki, OA, gəlin ilk öncə belirlək, A nöqtəsinin X oxuna bir şaquli hündürlük, yəni perpendikulyar götürək buradan. Rəngi dəyişim artıq. Bir hündürlük çəkək. Buradan bir hündürlük çəkək. Buna yazaq H nöqtəsi. Və buradan da 60 dərəcəni bilirəm. Bir də bilirəm ki, AH bərabərdir 2-yə. Buna bərabərdir də AH. OH-da buradan bura olan məsafə. OH əslində nədir? X adı da budur. X adı. Mən indi bunu müəyyən edəsiyəm və 4-dən çıxasıyam. Biz də bilirik ki, bundan öncəki sualda qeyd etmişdik tangens alfa, əgər yadınızdadırsa. Tangens alfada biz nə dedik? Dedik qarşıdakı katetin bitişik katetə nisbəti. O cür də yaza bilərik və ya əksinə kotangensinə də yaza bilərik. Bitişik katetin
qarşıdakı katetə nisbəti. Orada tangenslə yazmışdıq. Gəlin fərqliliyi olsun. Burada kotangenslə yazaq. Yazaq kotangens 60 dərəcə bərabərdir bitişik bu yandakı katet. Yəni OH bölünsün qarşıdakı katetə. AH-a. Kotangens 60 da biz bilirik ki kök 3 bölünsün 3'dür. Yazaq kök 3 bölünsün 3 bərabərdir. OH istəyirsiniz X, A yazın, fərq etmir. Bölünsün qarşıdakı katetə, yəni 2-yə. Sonra çarpaz edək. X-a bərabər olsun 2 kök 3 bölünsün 3. Və tapdıq, görürsünüzmü? 4 mənfi 2 kök 3 bölünsün 3. 4 mənfi 2 kök 3 bölünsün 3. Cavab oldu Q variantı. Maraqlı sual idi. Keçək növbəti suala. 15-ci suala baxaq. Sual belədir. Soldan və sağdan eyni cür oxunan, məsələn, 12321 kimi neçə belə 5 rəqəmli natural ədəd var? Gənclər, birinci bunu qeyd edək ki, riyaziyyatda həm soldan sağa, həm də sağdan sola eyni cür oxunan ədədlərə palindrom ədədlər deyilir. Məlumatınız olsun deyə qeyd etdim. Bura yazaq, palindrom ədədlər. İndi suala bax. Gəlin birinci 5 rəqəmli ədədi ümumi şəkildə simvollarla ifadə edək. Misal üçün bu formada yazaq. A, B, C, bir də təzədən B, A kimi qeyd edək belə bu formada. Bu formada yazaq 5 rəqəmli ədəd. Sonra şərtdən də nə görünür? Birinci və sonuncu, yəni 5-ci rəqəm mütləq eynidir. İkisinə də A yazdım. İkinci və dördüncü rəqəm də mütləq eynidir. İkisinə də B yazdım. Üçüncü, o ortadakı rəqəm sərbəstdir. Ona C yazdıq. Deməli, ilk 3 rəqəm bəlli olduqda, bax bu ilk 3 rəqəm bəlli olduqda, son ikisi də artıq bizə bəlli olur. Aydındır. Gəlin belə edək. Kombinatorikanın hasil qaydasından gedək. Misal üçün, A-nın əvəzinə biz bilirik ki, 0 yaza bilmərik. Çünki ədədin birinci rəqəm olduğuna görə biz A-nın yerinə yaza biləcəyimiz mümkün bütün rəqəmləri yazaq. 1, 2, 3, belə açıq yazın, tam aydın olsun. 4, 5, 6, 7, 8 və 9. Sonra, yəni seçim sayımız bizim neçədir burada? 9'dur. Və həmçinin bununla bu eynidir. Həm əvvəldə 9 seçim sayımız var. Bunu qeyd edək. Amma sonda da 9 olmalıdır. Çünki sonda mən artıq 0 yaza bilmərəm. Çünki eyni olmalıdır. Deməli, birincidə bizim nə oldu? Seçim sayımız 9 oldu. Yazaq. Seçim sayı 9 oldu. İndi baxaq növbəti B-yə. B-də artıq bir dənə də 0 əlavə olunur da. 0, 1, 2 ta 9'a qədər. Və seçim sayı artıq neçə oldu? 10 oldu. Təbii ki, C-də o cürdür. 0'dan başlayırıq. 1, 2 və belə davam edirik. Yenə seçim sayı neçə oldu? 10 oldu. Bunun cavabını müəyyən etmək üçün yazırıq. 9 vurulsun 10. Sonlar eynidir. 9 vurulsun 10 və 10. Cavab oldu 9. Deməli, soldan və sağdan eyni oxunan 9-5 rəqəmli natural ədədimiz var. Palindrom ədədlər. Keçək növbəti suala. 16-cı sual. A və B çoxluqlarının hər birinin 5 elementi olduğu və onlardan 2 elementin ortaq olduğu məlumdursa, A ilə B-nin birləşməsi mənfi A ilə B-nin kəsiş
məsi, yəni bu çoxluğunun neçə elementi vardır? Gəlin belə edək birinci. Venn diaqramını çəkək və deyək. 2 element bərabərdir. Bunların bu olsun A çoxluğu, bu olsun B çoxluğu. İkisi ortaqdır. O zaman biz kəsişməyə, yəni bura A ilə B-nin kəsişməsidir də bura. A ilə B-nin kəsişməsinə 2 yazaq. Sonra hər birinindir 5 elementi var. Hər birinin 5 elementi var. Əgər bura 2-dirsə, kəsişmə 2-dirsə və bütün A 5-dirsə, yalnız A-ya 3 qalır. B də 5-dirsə, kəsişmə 2-dirsə, yalnız B-yə də 3 qalır. Bizdən nə istəyir? İlk öncə birləşməni tapaq. A ilə B-nin birləşməsini tapaq. Birləşmə bərabərdir. Bunların cəmi neçə olur? 3, 2, 3. 3 toplansın, 2 toplansın, 3, 8. Sonra kəsişməni tapaq. Kəsişməni onsuz da özü verib 2-dir. Və bunların fərqini istəyir. 8 mənfi 2 bərabərdir 6-ya. Bu çox sadə sual idi. 17-ci sual. İlk öncə gəlin tapşırığın şərtini oxuyaq. Burada deyir ki, mənfi 2 pi bölünsün 3 və mənfi pi bölünsün 6 parçası, intervalı üzərində təyin olunmuş fx bərabərdir kosinus 3x funksiyası arqumentin hansı qiymətində ən kiçik qiymətini alır? Yəni x-in hansı qiymətindədir ən kiçik qiymətini alır? Gəlin bu sualı yazmadan öncə mən istəyirəm bir mövzunun üzərindən keçək. Biliriksə yadımıza salaq, bilmiriksə öyrənək. İlk öncə kosinus funksiyasının ala biləcəyi qiymətlərə baxaq. Biz bilirik ki, kosinus funksiyasının ala biləcəyi ən kiçik qiymət mənfi 1-dir. Bizdən də burada ən kiçik qiymət istəyir. Ən böyük qiymət isə müsbət 1-dir. Və biz bunu indi trigonometriya ilə isbat edək. Yəni isbat edək ki, bu necə olur? Gəlin ilk öncə belə edək. Birinci vahid çevrə ilə, sonra da həmçinin Pifaqor teoremi ilə göstərəcəm bunu sizə. Hələ suala baxmırıq, sadəcə olaraq isbat edək bunu. Qələmimiz niyə yazmadı? Gəlin baxaq. İlk öncə vahid çevrə üzərində bir izah edək. Gəlin bir dənə belə deyək, şəkil çəkək hələ burada. Niyə dondu bu? Yəni belə bir şəkil çəkək, birinci başlayaq. Deməli, ilk öncə vahid çevrə üzərindən izah edirəm bunu. Həndəsi bir sübutumuz olacaq. Trigonometriyada mərkəzi koordinat başlanğıcda, bura misal üçün 0 ilə 0 desək,
Bir də radiusu 1 götürək. Deyək ki, radiusda 1 vahidə bərabər olan çevrəyə biz əslində deyirik ki, vahid çevrə. Çevrənin üzərində ixtiyari bir P nöqtəsi götürək. Deyək ki, bura olsun P nöqtəsi. Koordinatlarını da yazaq. X ilə Y. Bu nöqtəni mərkəzlə birləşdirək. Bu nöqtəni biz mərkəzlə birləşdirəndə bu nə olur? Radius. Və birləşdirən, bax bu iki parça var. Bu radiusun x oxu ilə əmələ gətirdiyi bucaq. Bax burada da bir dənə bucaq olur. Diqqət edin. Belə bir bucaq. Bu bucağı da alfa deyək. Trigonometrik tərifə əsasən vahid çevrə üzərindəki nöqtənin apsisi, yəni bax bura x koordinatı kosinus olur. Kosinus alfa yazın bura. Y isə sinus ilə ifadə edilir. Burada sinus alfa olsun. Yəni x oldu sinus alfa, y-ə də yazdıq. X-ə yazdıq kosinus alfa, y-ə də yazdıq sinus alfa. İndi gəlin belə bir şey edək. Deyək ki, radius 1 vahid olan çevrə x oxunun ən solda, bax burada bura baxın. Radius ki 1-dir. Biz də baxın buna da radius deyirik, baxın buna. Bu da radiusdur da. Bizim də radiusun ölçüsü 1-dir də bu. Ən solda -1, ən sağda da 1-dir. Və bunun koordinatları nə olur? -1 ilə 1, -1 ilə 0 və 1 ilə 0. İndi baxın nə baş verdi. Yəni çevrə üzərindəki hər hansı bir nöqtənin x koordinatı heç vaxt -1-dən daha sola keçə bilməz, yəni bu tərəfə. Həmçinin sağdan da müsbət, yəni bu 1 deyilmi müsbət 1? Müsbət 1-dən də digər tərəfə keçə bilməz. O zaman x kiçikdir, bərabərdir 1-dən və böyükdür, bərabərdir -1-dən kosinusa. Biz ki dedik ən kiçik ifadəsi -1-dir. İsbat etdikmi? Bəli. Və indi nəyə baxırıq? İndi baxaq düzbucaqlı üçbucaq və Pifaqor teoremi ilə necə isbat edə bilərik. Yenə eyni formada hər şey eynidir. Sadəcə olaraq buradan aşağı bir dənə perpendikular belə katet çəkək. Bu oldu mu düzbucaqlı üçbucaq? Buradan bura x deyək. Buradan burada y deyək. Və biz bilirik ki, Pifaqor teoreminə əsasən x kvadrat toplansın y kvadrat bərabərdir 1-in kvadratına, yəni 1-ə. Biz bunu bilirik Pifaqor teoreminə əsasən. Və indi diqqət edin, məşhur trigonometrik düsturumuz var, nədir? Kosinus kvadrat alfa, x-imiz ki bizim kosinusdur. Kosinus kvadrat alfa toplansın sinus kvadrat alfa bərabərdir 1-ə. İndi gördünüzmü bu düstur əslində hardan çıxıb? Bundan sonra bizə lazım olan kosinusdur. Biz yazırıq kosinus kvadrat alfa bərabərdir 1 mənfi sinus kvadrat alfa. Və biz bilirik ki, sinus kvadrat olduğuna görə buradan heç vaxt cavab mənfi çıxa bilməz. Sinus kvadrat olduğuna görə biz belə göstərərik ki, sinus kvadrat alfa böyükdür, bərabərdir 0-a. Yəni ya 0 olmalıdır, ya da müsbət bir ədəd olmalıdır. Əgər 0 olsa, kosinus kvadrat alfa nə olur? 1 mənfi 0, yəni 1. Əgər 0-dan böyük olsa, kosinus kvadrat alfa bərabərdir 1 mənfi müsbət ədəd. O da artıq olur 1-dən kiçik. Və bizim kosinus kvadrat alfamız nə oldu? Kiçikdir, bərabərdir 1-ə.
Çünki sinüs kvadrat alfa dedik ki 0 olsa 1-dən 0 çıxırıq 1 edir. Müsbət ədəd olsa 1-dən müsbət ədəd çıxırıq 1-dən daha az edir. Və biz buradan başa düşdük ki, əgər kosinus kvadrat alfa 1-dən ya kiçikdir, ya 1-ə bərabərdir. Biz də bilirik ki, hər hansı bir ədədin kvadratı riyaziyyata baxsaq, k kvadrat misal üçün kiçikdir, bərabərdir 1 yazsaq, biz buradan bilirik ki, k kiçikdir, bərabərdir 1-dən, amma böyükdür, bərabərdir -1-dən. Bu da onun kimi. Kosinus kvadrat alfa əgər kiçikdir, bərabərdir 1-dən, o zaman kosinus alfa kiçikdir, bərabərdir 1-ə, ancaq böyükdür, bərabərdir -1-ə. Deməli, biz bununla da ispat etdik ki, ən kiçik ifadəmiz -1-dir. Hələ biz burada sadəcə kosinus alfanın ən kiçik ifadəsini qeyd etdik. İndi dönürəm suala və sualın cavabını yazaq. Bunu qeyd edək, çünki bunu mən ekrandan siləsi olacam sual yazmaq üçün. İndi baxaq suala. Birinci nəyə baxırıq? Kosinusun -1 olduğunu ki dedik, tapaq. Kosinus funksiyası hardan -1, funksiyası harada -1 qiymətini alır. Trigonometrik çevrədən biz bunu bilirik, dedik ki, kosinus alfa bərabərdir -1-ə və ümumi tənlik də baxın belədir. Mən bunu silirəm. Və yazıram. Alfa bərabərdir. Bunu da qeyd edin. Pi toplansın 2 pi k. Və burada k hər hansı bir tam ədəddir. İndi bizim funksiyamızda da arqument 3x-dir. Baxın, burada 3x-dir. Yəni, alfanın yerinə nə verib bizə? 3x verib. İndi gəlin tənliyi quraq. Alfanın yerinə 3x yazırıq. 3x bərabərdir pi toplansın 2 pi k. Burada gəlin hər tərəfi 3-ə bölək, x-i müəyyən edək. 3x 3-ə böldük x, pi 3-ə böldük pi bölünsün 3 və toplansın 2 pi k bölünsün 3-ə. İndi isə gəlin k-ya tam ədəd verək də. Çünki biz dedik ki, k hər hansı bir tam ədəddir. K-nın yerinə istənilən bir tam ədəd yazaq. Bir də baxaq görək ki, tam ədəd verəndən sonra hansı x qiymətinin -2 pi bölünsün 3, bir də -pi bölünsün 6 aralığına düşdüyünü yoxlayaq. Bax, bunun hansı aralığına düşdüyünü yoxlayaq. K-nın yerinə biz ədədlər verək. Tam dediyinə görə, misal üçün k-nın yerinə mən hansı ədədlərdən istifadə edə bilərəm? -2, -1, 0, 1, 2 və s. da bunları yazdım. İstəsəniz başqa ədədlər də yaza bilərsiniz. Gəlin direkt k-nın yerinə birinci 0 yazaq, görək nə baş verir. K bərabərdir 0-a. K-nın yerinə 0 yazsaq, o zaman bura 0 olur. Və biz yazırıq x bərabərdir pi bölünsün 3-ə. Bu müsbət ədəddir. Bizim mənfi aralığa düşmür. Çünki baxın, burada söhbət mənfidən gedir. Ona görə bu cavab ola bilməz. Bunu ləğv etdik. Yəni k 0 olmur. Sonra k-nın yerinə -1 yazaq. K-nın yerinə -1 yazaq. Çünki biz baxdıq ki, əgər müsbət bir ədəd yazsaq, müsbət bir ədəd və 0 yazsaq, bu aralığa düşmür. Ona görə artıq biz 0 da gördüksə, əgər bu aralığa daxil deyil, digər müsbət ədədlər onsuz da daxil olmayacaq. Keçək mənfilərə. K-nın yerinə -1 yazaq. K-nın yerinə -1 yazsaq, x bərabərdir pi bölünsün 3 toplansın. K-nın yerinə -1 yazdıq.
O zaman direkt mən bunu mənfi edim. Çünki mənfi 1 2-yə vururuq, mənfi 2 edir. Mənfi 2 pi bölünsün 3 olur. Bu da elədir mənfi pi bölünsün 3. İndi gəlin baxaq görək bu intervalda, yəni bu aralığa daxildirmi mənfi pi bölünsün 3. Bir də diqqət eləyin, bu kvadrat mötərizədir. Hətta bunların özünü belə alsaq daxildir deməkdir. Biz yoxlamaq üçün gəlin bunları ortaq məxrəc tapaq hamısına. 3-ə, 6-ya, 3-ə ortaq məxrəc olsun 6. Hamısını 6 şəklində yazsaq, mənim bura nə olur? Mənfi 4 pi bölünsün 6 olur. Çünki 2-yə vurdum surətdə məxrəci də. Bu da mənfi pi bölünsün 6 olur. Bəs bu nə elədi? 2-yə vursam, mənfi 2 pi bölünsün 6. Mənfi 2 pi bölünsün 6 bu intervala daxildirmi? Bəli, daxildir də bunların arasındadır. Mənfi 2 bölünsün 6. Yoxladıq, gördük ki, daxildir. İndi biz nə edirik? Deməli, mənim x-im nə oldu burada? Mənfi pi bölünsün 3. Və mənfi pi bölünsün 3 nöqtəsində funksiya özünün ən kiçik qiymətini, yəni kosinus 3 x değildi mi? Kosinus 3 vurulsun pi bölünsün, mənfi pi bölünsün 3'ə. Mənfi pi bölünsün 3'ə. Bunu yazırıq. 3 ilə mənfi çiftçisar oldu. Cavab oldu kosinus mənfi pi. Yəni kosinus mənfi 180 və həqiqətən də nə aldıq? Mənfi 1. Ona görə də cavab nə oldu? Kosinus kosinus deyirəm, x bölünsün, x deyirəm, x bərabərdir mənfi pi bölünsün 3'ə. X bərabərdir mənfi pi bölünsün 3'ə. Cavabı da aldıq, isbatda elədik. Maraqlı sual idi, bir o qədər də qarışıq. Davam edək. 18-ci suala baxaq. Çox maraqlı sualdır. Sualın ilk öncə tərcüməsinə baxaq. Deyir ki, əvvəlcədən təyin olunmuş 20 mövzudan imtahanda təsadüfi seçilmiş 3 mövzu verilir. Və şagird yazmaq üçün öz istəyinə görə bunlardan birini seçir. Üçündən birini, hansını istəyir seçə bilir. Şagird imtahan üçün müəyyən olunmuş 20 mövzudan yalnız 12'sini hazırlayıb. Yəni 8'ini bilmir. Bizə deyir, şagirdin hazırladığı mövzulardan, yəni o 12 mövzudan birini seçə bilməsi ehtimalı nəyə bərabərdir? Çox maraqlı sualdır. Gəlin ilk öncə belə edək. Əks hadisə metoduna baxaq. Biz bilirik ki, şagirdin imtahanda təqdim olunan 3 mövzudan ən az birini bilməsi, yəni hazırladığı mövzunu seçə bilməsi ehtimalını tapmaq üçün əks hadisədən istifadə etmək ən qısa və aydın yoldur. Gəlin belə eləyək. Deyək ki, birinci yazaq hadisə, yəni bütün hadisənin özü. Hadisə. Bu nədir? Şagird təqdim olunan 3 mövzudan ən azı birini bilir. Üçündən birini bilir. Bu hadisədir. Əks hadisə nədir bəs? Əks hadisə nədir? Şagird imtahanda qarşısına çıxan 3 mövzunun heç birini bilmir. 3'dən 0. Belə götürək. Yəni biletə düşən 3 mövzunun 3'ü də bizim oxuduğumuz, yəni öyrəndiyimiz o 12 mövzu var burada. Onlardan heç biri deyil. İndi biz baxırıq ehtimal nəzəriyyəsinə. Ehtimal nəzəriyyəsinə görə də bir hadisənin
baş vermə ehtimalı ilə onun əksinin ehtimalı, yəni hadisə və əks hadisə götürsək, bunun cəmi 1-ə bərabərdir. Yəni belə yazaq. Ehtimal hadisə toplansın. Ehtimal əks hadisə bərabərdir 1-ə. Bizə də hadisəni müəyyən etmək lazımdır. Yəni 3-dən 1-ni müəyyən etmək lazımdır. Bu bərabərdir 1 mənfi ehtimal əks hadisə. Əks hadisə. Düsturu yazdıq. Davam edək. Gəlin biz indi mövzuları qruplaşdıraq. Deyək ki, ümumi mövzu sayı say 20-dir. Şagirdin hazırladığı neçə mövzu oxuyub? 12-dir. Bildiyi yazaq 12-dir. O zaman bilmədiyi neçədir? Bilmədiyi 20-dən 12 çıxırıq 8-dir. İndi gəlin bunu kombinzonla ehtimalı hesablayaq. Birinci, bütün mümkün halları sayaq kombinzonla. Bütün mümkün hallar nəyə bərabərdir? Belə yazırıq da, bütünü aşağı, bizdən də 3-ünü mü istəyir? Bunu yuxarı. Bu bütün mümkün hallardır və biz bilirik ki, ehtimal bərabərdir, ehtimal düsturu bərabərdir. Əlverişli hallar M bölünsün bütün mümkün hallar, yəni N. İndi biz bütün mümkün halları yazdıq. Aşağı 20, yuxarı 3. İndi biz nəyi yazırıq? Əks hadisə üçün əlverişli halları yazaq. Əks hadisə üçün. Yəni, əks hadisə üçün əlverişli halların sayı nədir? İmtahana düşən 3 mövzunun hər birinin şagirdin bilmədiyi 8 mövzudan çıxma ehtimalı. 8-dən 3 yazırıq bura. Bildiyi ki 12-dir, bilmədiyi 8-dir. Və bu olur N, bu olur M. N bütün, M də əlverişli. Amma burada əks hadisə üçün yazdıq bunu. Yəni bilmədiyindən yazdıq. Çünki bizdə bildiyini istəyir. Və əks hadisənin ehtimalı nə oldu? P əks yazaq. Ehtimalı nə oldu? M bölünsün N. Bu da nəyə bərabərdir? Bölünsün 20-dən burada 3 yazırıq. Bu əksdir, yəni budur. Aydındırmı? Bizdən isə bunu istəyir. Bunu da tapmaq üçün 1-dən əksi çıxırıq. Bu da hansı varianta uyğundur? Sonuncu varianta. Baxın, belə bir sual idi, maraqlı sual idi. Qeyd edək bunu. Keçək 19-cu suala. 19-cu suala baxaq. Burada da deyir ki, M-in bütün elə qiymətlər çoxluğunu tapın ki, hər bir qiymət üçün x kvadrat mənfi 4x toplansın 3, mənfi m bərabərdir 0 kvadrat tənliyinin eyni işarəli iki müxtəlif, yəni fərqli kökü olsun. Gəlin birinci buna baxaq. Biz bilirik ki, kvadrat tənliyinin ümumi şəkli belədir da, ax kvadrat toplansın bx toplansın c bərabərdir 0-a. Sonra baxaq bizə verilən tənliyə. Buradan biz başa düşdük ki, a 1-dir. Bir şey yazılmayıbsa, deməli burada 1 var. B mənfi 4-dür. C isə 3 mənfi m-dir. Bizə şərtdə iki şey tələb edir. Birinci nədir?
Bizə deyir ki, birinci yazaq nədir? Birinci. Bizə deyir ki, köklər müxtəlif olmalıdır. Yəni, x1 ilə x2 bir-birinə bərabər ola bilməz. Bu da deməkdir ki, 2 kökümüz var və 2 kök nə zaman olur? Diskriminant sıfırdan böyük olanda. İkinci, köklər eyni işarəli olmalıdır. Yəni, ya hər ikisi müsbət olmalıdır və ya hər ikisi mənfi olmalıdır. İndi gəlin baxaq. Birinci, iki müxtəlif kökün olması üçün biz dedik ki, diskriminant gərək sıfırdan böyük olsun. Diskriminant düsturu da nəyə bərabərdir? B kvadrat mənfi 4AC. Yəni, B nədir? Mənfi 4, mənfi 4-ün kvadratı 16, mənfi 4 vurulsun A-ya, yəni 1-ə və vurulsun C-yə 3 mənfi M-ə. Və biz dedik ki, diskriminant sıfırdan böyük olmalıdır. O zaman 16 mənfi 12 müsbət 4M böyükdür sıfırdan yazırıq. Və 16-dan 12 çıxırıq 4. 4 toplansın 4M sıfırdan böyükdürsə, biz buradan artıq başa düşürük ki, 4M böyükdür mənfi 4-dən. Və M də böyükdür mənfi 1-dən. İkisini də 4-ə böldüm. Biz müəyyən etdik ki, M mənfi 1-dən böyükdür. Bu da birinci vacib şərtdir ki, M mənfi 1-dən müsbət sonsuzluğa qədər götürürük M-i. Sonra köklərin eyni işarəli olması. İkinci şərt. Burada biz Viet teoremindən istifadə edəcəyik. Viet teoreminə əsasən köklərin hasili, yəni x1 toplansın x2 nəyə bərabər olmalıdır? C bölünsün A-ya. C bölünsün A-ya. Yəni x1 vurulsun 2, x2 bərabər olmalıdır. C-nin yerinə nə yazırıq? 3 mənfi M, A-nın yerinə də 1. Yəni 3 mənfi M. Və bu da nədən böyük olmalıdır? Sıfırdan böyük olmalıdır. Niyə? Əgər 2 ədəd eynidirsə, indi gəlin isbat edək, niyə sıfırdan böyük olmalıdır? Bizə deyir ki, köklərin ikisi də eyni işarəli olmalıdır. Ya hər ikisi müsbət olmalıdır, ya hər ikisi mənfi. Hər ikisi müsbət də olsa, müsbətlə müsbətin hasili sıfırdan böyükdür. Hər ikisi müsbət də olsa sıfırdan böyükdür. Hər ikisi mənfi də olsa yenə sıfırdan böyükdür, çünki müsbət edir. Ona görə 3 mənfi M-i mən sıfırdan böyük götürdüm. Amma 3 böyükdür M-dən, yəni M 3-dən kiçik olur. Bu da növbəti ikinci vacib şərtimiz idi. M oldu 0, 3-dən kiçik. Və burada nə müəyyən etdik? Mənfi sonsuzluqdan 3-ə qədər. Aha. Buna görə də bizim cavabımız nədir? Birinci şərtdə M-in mənfi 1-dən böyük olduğunu tapdıq. İkincidə də M-in 3-dən kiçik olduğunu tapdıq. M mənfi 1-dən böyük, ancaq 3-dən kiçik. O zaman cavab belədir. Amma daxil deyil. Altda bərabər işarəsi yoxdur. Mənfi 1-dən 3-ə qədər. A variantı oldu cavab. 20-ci suala baxaq. 20-ci sualda deyilir ki, bir düzbucaqlı üçbucaq verilib ABC. ABC düzbucaqlı üçbucağın C düzbucaq təpəsindən AB hipotenuzuna CD hündürlüyü çəkilib. Bu hündürlükdür CD. Əgər DB bölünsün CB, yəni DB bu hissəni deyil, parçanı bölünsün CB, 3 bölünsün 4-dürsə. DB bölünsün CB, 3 bölünsün 4-dürsə, burada yazıb.
Bucaq ASD, bucaq ASD bucağının sinusunu deyir tapın. Yəni sinus bucaq ASD. ASD bunu istəyir bizdən. Sinus bucaq ASD-ni deyir tapın. Gəlin baxaq. Biz bilirik ki, sinus alfa nəyə bərabərdir? Qarşıdakı hipotenuz deyirəm. Katetin hipotenuza nisbətinə bərabərdir. Gəlin belə eləyək. Deyək ki, bucaqların bərabərliyi, yəni oxşarlığını tapaq. Birinci addım, işimiz nədir? Bucaqların əlaqəsini təyin edək. Deyək ki, böyük ABC üçbucağında, bu böyük ABC üçbucağında bucaq isə 90 dərəcədir. Baxın, bura 90 dərəcədir. O zaman, misal üçün B bucağına beta yazaq. Baxın, bura beta yazaq. O zaman əgər bucaq B betadırsa, iki kör bucaqlı üç bucaqda iti bucaqların, yəni 2 dənə iti bucaqların cəmi 90 olduğuna görə, baxın, bura biz yazırıq 90 mənfi beta. Belə burada qeyd edim. 90 dərəcə mənfi beta. Beta deyib alfa yazıram. Bir dəqiqə. Mənfi beta. İndi baxaq. Biz buradan nə başa düşdük? Bucaq beta. B bucağı betadır. A bucağı 90 mənfi betadır. İndi gəlin baxaq bucaq ASD-yə. ASD, yəni bura. Əgər bura 90 mənfi betadırsa da və burada 90-dırsa da, düz bucaqlıdır axı. Bu ikisinin də, yəni bucaq A ilə bucaq ASD-nin də cəmi 90 olduğuna görə mən bunu müəyyən etməkdən ötəri 90-dan gərək bunu çıxam. Yəni 90 mənfi 90 mənfi beta. Yəni 90 mənfi 90 müsbət beta. 90'lar getdi, qaldı beta bucağı. Deməli bu bucaq da beta oldu. Yəni əslində bucaq B ilə bucaq ABC deyirəm, ASD eynidir. Və siz deyə bilərsiniz ki, sinus ASD ilə sinus bucaq ASD ilə sinus bucaq B də eynidir. Buradan bunu başa düşdük. İndi gəlin baxaq SDB düzbucaqlı üçbucağının sinusunu nətər tapırıq? Bu düzbucaqlı üçbucaqda sinusu necə müəyyən edək? Birinci buna baxaq. Bizə nisbət verilib şərtdə. Düzdürmü? DB bölünsün CB bərabərdir 3 bölünsün 4-ə. Belə bir nisbət verilib. Bir də CB tərəfi bu üçbucağın hipotenuzudur. Bax, bu hansı üçbucağın hipotenuzudur? CDB düzbucaqlı üçbucağın hipotenuzudur. Amma ASB-də katet idi. Bizə indi lazım olan CDB-dir. Bunun hipotenuzudur. CB tərəfi. İndi belə eləyirik. Düzbucaqlı üçbucağın tərəfinə görə biz bilirik ki, bitişik katetin hipotenuza nisbəti bizə həmin bucağın kosinusunu verir. Yəni, kosinus B, baxın bu, kosinus bucaq B nəyə bərabərdir? Bitişik katet bölünsün hipotenuza. Kosinus bucaq B. Buna bitişik katet hansıdır? Budur da DB'dir. DB bölünsün hipotenuz. CB. Biz də bilirik DB-nin CB-yə nisbəti 3 bölünsün 4'dür. Bunu verib özü. Və biz nəyə baxaq? Trigonometrik eyniliklə sinusu tapaq.
Yəni məşhur düsturumuz sinus kvadrat alfa toplansın kosinus kvadrat alfa bərabərdir 1-ə. Bu düsturdan istifadə edək. Sadəcə olaraq belə yazaq. Sinus kvadrat bucaq B, yəni bu bucağı götürmüşəm də, toplansın kosinus kvadrat bucaq B bərabərdir 1-ə. Mən artıq kosinus bucaq B-yi bilirəm. 3 bölünsün 4-dür. Onda yazıram sinus kvadrat bucaq B bərabərdir nə idi? Toplansın kosinus kvadrat bucaq B-yə, yəni bunun kvadratına 3 kvadrat və 4 kvadrat. 9 bölünsün 16 bərabərdir 1-ə. O zaman sinusun kvadratı bucaq B nəyə bərabərdir? Və ya beta da yaza bilərdim bucaq B-nin yerinə. Bax bunu, beta. Nəyə bərabərdir? Gətirin beta yazın. Sinüs kvadrat beta bərabərdir 1 mənfi 9 bölünsün 16. Təbii ki, ortaq məxrəc 16 olduğuna görə 1-in yerinə 16 bölək 16 yazırıq. Sinus kvadrat beta da bərabərdir. 16-dan 9 çıxsaq 7 bölünsün 16. Bu kvadratdır. Sinus betayı müəyyən etmək istəyiriksə, sinus betayı. Mən gərək bunları kökün altına alam. 7 bölünsün 16. Kök 7-dən heç nə çıxmır. Kök 7 olduğu kimi qalır. 16-dan da 4 çıxır. Cavab nə oldu? Nə tapdıq bu bucağı? Kök 7 bölünsün 4-ə. Bu da çox maraqlı sual idi. Yəni sinus bucaq ASD, sinus bucaq bizdən bunu istəyirdik də, sinus bucaq ASD. Biz dedik ki, sinus bucaq ASD ilə bucaq ASD ilə bucaq B eynidir demişdik. Budur, burada demişdik. Bucaq B-nin də cavabını tapdıq. Kök 7 bölünsün 4. Bu da deməkdir ki, elə bucaq ASD. Kök 7 bölünsün 4. 21-ci suala baxaq. Burada isə deyir ki, A bərabərdir 1 ilə -1, B isə 2 ilə 1 vektorları arasındakı bucağın dərəcə ölçüsünü tapın. İlk öncə buradan başlayaq. İki vektor arasındakı bucağı tapmaq üçün skalyar hasili düsturundan istifadə edək. Yazaq ki, düstur bu cürdür, qeyd edin. Kosinus alfa bərabərdir A vurulsun B bölünsün modul A vurulsun modul B. Deməli, bu düsturdakı bütün komponentləri ayrı-ayrılıqda hesablayaq. Birinci, vektorların skalyar hasili, yəni A vurulsun B-yi tapmaq üçün biz belə edirik. Bu belə hesablanır da. A vurulsun B bərabərdir. X1 vuraq X2 toplansın Y1 vurulsun Y2. Və A vurulsun B bərabərdir. X1 yəni 1, X2 yəni 2. Bunları bir-birinə vurduq. 1 vuraq 2. Toplansın Y-lərin koordinatları -1 ilə 1-dir. -1 vuraq 1. -1 vuraq 1. Bu da nə ilədir? 2, bu ikisinin hasili -1 edir. Mənfiyi müsbətə vururuq. -2 -1. Cavab oldu 1. Yəni, surətimiz oldu 1. İndi gələk məxrəcə. Vektorların uzunluqları, yəni modullarını tapaq. Deməli, vektorun uzunluğu koordinatların kvadratları cəminin kök altındakı qiymətinə bərabərdir. Bu nə deməkdir? Yəni, modul A bərabərdir. Kökün altında bunların yəni koordinatları 1 ilə -1, amma kvadratları. 1-in kvadratı toplayaq -1-in kvadratı. Biz ancaq A üçün hesablayırıq hələ bunu.
Yəni koordinatlarının kvadratlarının cəmi kökün altında. Bərabərdir 1-in kvadratı 1-dir, mənfi 1-in kvadratı da 1-dir. Bu elədi kök altında 2. İndi baxaq B-yə. B-də də eyni qaydada yenə kökün altında B-nin koordinatları nədir? 2 ilə 1-dir. 2-nin kvadratı plus 1-in kvadratı. Bu da elədi kök 5. Kökün altında 5. İndi qiymətləri əsas düsturda yerinə qoyaq. Burada nə oldu? Mənfi 2 vuraq, mənfi nə idi? Kök altında 2 vuraq, kök altında 5. Yəni belə oldu. Burada aşağıda bir də yazım. Kosinus alfa bərabərdir 1 bölünsün kök altında 10. Ümumiyyətlə yadınızda saxlayın, eləmi? Məxrəci irrasional saxlamayaq. İrrasional saxlamamaqdan ötəri, irrasionallıqdan azad etməkdən ötəri hər zaman surəti də məxrəci də məxrəcdə nə verilibsə, misal üçün burada kök altında 10-dur, kök altında 10-a vuraq. O zaman yuxarı olur kök altında 10, aşağı da olur 10. Kök altında 10'u kök altında 10'a vuranda olur sadəcə 10. Deməli kosinus alfa bərabər oldu. Kök altında 10 bölünsün 10'a. Amma bizə burada nə lazımdır? Bucaq inversiyası lazımdır. Yəni arc kosinus lazımdır. Çünki cavablara baxırıq. Arc kosinuslardır cavabda. Biz də bilirik ki, əgər bucağın kosinusu kök 10 bölünsün 10'dursa, o zaman bucağın özünü tapmaq üçün tərs trigonometrik funksiyadan istifadə edirik. Ümumiyyətlə yadınızda saxlayın, arc kosinus kosinusun nə idi? Tərs trigonometrik funksiyasıdır. Yəni alfa bərabərdir arc kosinus kök 10 bölünsün 10. Aha. Bu da oldu bizim G variantımız. Bir də bunu bir daha qeyd edim ki, arc kosinus əslində kosinus funksiyasının tamamilə əksidir, yəni tərsidir. Misal üçün belə deyək, həm də sualın içində mövzuyu izah edək. Misal üçün bizə deyir ki, kosinus bizdən deyək ki, bucağı soruşur. Kosinus hər hansı bir bucağı soruşur və cavabında da bizə belə deyək, ədədi verib, yəni cavabı verib. Deyir ki, tutaq ki, sual belədir. 60 dərəcənin kosinusu neçədir? Biz bilirik ki, 60 dərəcənin kosinusu nədir? 2-də 1-dir. Bu sualdan ayrıdır, sualla əlaqəsi yoxdur. Sadəcə arc kosinusunun nə olduğunu izah etmək istəyirəm. Yəni 60 dərəcənin kosinusu biz bildik ki, 2-də 1-dir. Bir də baxın indi bunun əksinə. Arc kosinus isə bizə cavabı verir, belə deyək. Həmin cavabı alan bucağı soruşur. Deyə bilər, kosinus hansı bucaqda 2-də 1-dir? Aydındır? Kosinus hansı bucaqda 2-də 1-dir? Və biz deyirik ki, 60 dərəcədə 2-də 1-dir. Və bunu belə də göstərə bilərəm sizə ki, kosinus misal üçün bucaq olaraq x bərabərdir y-ə. Ancaq bunlar ikisi də eyni şeydir. Ancaq arc kosinus y bərabərdir x-ə. Baxın, aralarındakı fərq sadəcə budur. Sual 22-yə baxaq. Burada nə deyir? Deməli, bu sualda belədir. Qəpik pulu 10 dəfə atdıqda dəqiq 8 dəfə qerb tərəfinin düşməsi ehtimalı nəyə bərabərdir? Onu istəyir. Gəlin bunu belə edək. Deyək ki, misal üçün, bir qəpiyə atdıqda cəmi bizim 2 variantımız var da. Ya bir dəfə xəritə deyək ki, uğursuzluq tərəfi, bir dəfə də qerb tərəfi. Buna da uğur deyək. Qəpiyin bir tərəfi olsun uğursuz, digəri də uğur. Biz bilirik ki, kasayda uğur qazanmaq ehtimalı bu Bernoulli sınaqlarında istifadə olunur. Daha çox kasayda uğur qazanmaq ehtimalı baxın bu düsturla hesablanır.
Bu düsturu qeyd edin. Vurulsun. İndi izah edəcəm bu nədir. Da vurulsun. Q üstü n mənfi k. İndi baxın. Gəlin baxaq görək bu nədir. N nədir? N burada ümumi sınaqların, yəni ümumi qəpi atmaların sayıdır. N say. Bizim də neçədir? 10'dur. Sonra K nədir? K bizdən istənilən dəqiq, belə deyək, uğurlu nəticə. Bizdən də nə istənilib? 8 dəfə gəlməsi ehtimalıdır. K olsun 8. Sonra P nədir? P nədir bilirsinizmi? P misal üçün bir qəpiyin 2 üzü var da. Konkret misal üçün mən onu bir dəfə atsam, bir dəfə uğurlu düşməsi ehtimalı deyək ki, geri düşməsi ehtimalı 2-də 1-ə bərabərdir. Q nədir bəs? Q da düşməmə ehtimalı. Biz də bilirik ki, onsuz da qəpiyin 2 üzü var. 2-də 1 bir üzünün düşmə ehtimalıdır, 2-də 1 də digər üzünün düşməsi ehtimalıdır. İkisi də 2-də 1-dir. Yəni əks A hadisəli ehtimalıdır. İndi gəlin baxaq buna. Deməli, kombinizon hissəsini hesablayaq, yazaq. 10 fərqli atışdan hansı 8'inin uğurlu olacağını seçmək üçün bu düsturdan istifadə edirik. 10 fərqli atışdan 8'inin uğurlu çıxması ehtimalı. Bizim də bunu hesablamaq üçün düsturumuz var. Düstur nədən ibarətdir? Gəlin bunu qeyd edək. M, N. Biz bilirik ki, M faktorial bölünsün N faktorial. Bir də M minus N faktorial. Belə bir düsturumuz var. Hesablayaq. Yazaq. 10 faktorial bölünsün 8 faktorial vurulsun 10 minus 2'nin 10 minus 8'in faktorialına. Yəni 2'nin faktorialına. Biz 10 faktorialı belə yaza bilərik də 1-dən 10'a qədər bütün ədədlərin hasili. Yəni 8 faktorial vuraq 9 vuraq 10. Burada da 8 faktorial. Təbii ki, aşağıda da nə yazırıq? 2'nin faktorialı elə 2'dir. Bunun için nədir? 45. Deməli, ümumi 10 fərqli atışdan 8'inin uğurlu olacağının sayı 45'ə bərabərdir. Bunu tapdıq. İndi devam edirik. Yerinə yazırıq. P. N nədir? 10. K nədir? 8. Bunun cevabı oldu 45. Vurulsun. P nə idi? 2'də 1. K-da 8. 2'də 1 üstə 8. Dərəcə olaraq 8. Vuraq. Q yəni yenə 2'də 1. Dərəcə N minus K. Yəni 10 minus 8. Bu da elədir 2. Bu da bərabərdir 45. Vurulsun. Əsaslar eynidirsə dərəcələr toplanır. 2'də 1 üstü 10. Bu da nə elədi? 1 üstü 11 edir. 45 1'ə vururuq 45. Aşağıda da 2 üstü 10 dərəcə. 10'uncu. 2 üstü 10 da 1024'dür. Yəni 2'yi 10 dəfə özünə vurursan o dedir 1024. Misal üçün 1 GB 1024 megabaytdır. Bu da oldu 45 bölünsün 1024'ə. Cavab G variantı. Çox maraqlı sual idi. Mən artıq 22-ci sualda birinci hissəmizi dayandırıram. Video dərs çox uzun olmasın deyə.
İkinci hissədə artıq 23-cü sualdan başlayacağım. Sağ olun, növbəti dərs görüşərik.